Değerli izləyicilər, hamını salamlayıram. Bu da növbəti gün və növbəti tıraş videomuz. Bugünkü tıraş videonun səbəbkarları olacaqlar sadə iştirakçılar, yəni ki, hələ də belə deyək, qiymət baxımından çox baha olmayan və birinci iştirakçı olacaq Jaguar belə donuz qılından olan fırçamız. Mən bunu bizdə Bakıda əldə etmişəm. Və qiyməti elə də baha deyil, münasibdir. Ya 5 manat, ya 8 manat o civarındadır. Sonra yoldaşlar krem olaraq Arko krem olacaq belə, yəni bir çox yerlərdə, marketlərdə satılan Arkomuzdur. Sonra və aftershave də məhz Arko aftershave olacaq. Yəni ki, bir çox marketlərdə bu da satılır. Sonra üz qırxan isə deməli sapı indi siz istənilən hansısa sapı sifariş verə bilərsiniz. Başlığı ayrıca satırlar. Yagi'də endirimsiz hardasa 15 manat civarındadır, 14 manat nə qədər. Amma sapı sonradan ya hansısa sizdə artıq olan bir üz qırxan sapını bura calaşdıra bilərsiniz. Tiyələr isə deməli 1 manat dükandan aldım. Səhv etmirəmsə 60 qəpiyə belə bir Max adlı Çin istehsalı olan belə bir tiyələrdir. Görək necə olur. Platinum Blade yazılıb, görək. Bunları qoyuruq qırağa. Suyu açdım ki, biraz su isinsin və bizim bu adına deyək, üz qırxanımızı suya salaq, qoy isinsin. Bağlayırıq suyumuzu. Deməli, bizim qabımıza Arko kremi biraz sıxırıq. Burada keçən dəfədən deməli biraz sabun qalıb. Yəni ki, o heç bir belə mənə də yəni ki, bir böyük təsir etməyəcək bizim Arko sabunun performansına və bolcasına bura məncə kifayət qədər sabunumuz artıq var. Bağladıq. Deməli fırçamızı azca olsa belə sıxdıq. Və hopdururuq deməli bu krem sabunu bizim bu fırçaya ilk öncədən. Artıq hopuldu və asta-asta suya əlavə edirik yoldaşlar. Budur, qarışdırırıq. Görək nə gəlir başımıza. Deməli, baxıram, yəni ki, mən də sizin kimi belə deyək də bu tıraş aləmində nə yenilik var və s. İngilis dilli, misal üçün, blogerlərə də baxıram, türk dilində də baxıram, rusca da baxıram və rusların blogerləri bir-birinə ancaq atışma ilə məşğullar. Ayrı işləri yoxdur, vallahi adamın gülməyi tutur. Biri deyir, sənin saqqalın yoxdur. O biri deyir, sən üzvü qanadırsan, sən üzvü qırxa bilmirsən. Nə bilim nə. O buna, bu buna. Neysə. Deyirəm, özümdə fikirləşirəm ki, nə fərqi var? Yəni ki, üz qırxmaqdır. Hamınız eyni belə deyək, hobbiyə xidmət edirsiniz, belə deyək, maarifləndirirsiniz cəmaatı. Bir-birimizi nöş belə, nə bilim, alçaldırsınız cəmaatın gözündə. Mənə çatmır. Biri deyir, pre-shave lazımdır, o biri deyir, lazım deyil. Biri deyir, qaynar dəsmalla üzünü isitmək lazım. O hamısı individual məqamlardır əslində yoldaşlar. Elə adam var ki, xoş deyir, misal üçün qaynar dəsmalla pre-shave kimi etsin, misal üçün üzündə qaynar dəsmal saxlasın. Mən misal üçün xoşlamadım. Yəni mən etdim vaxtı ilə o prosedurları, amma xoşlamadım.
Budur yoldaşlar. Deməli sabunumuzu bu köpüyü çəkdik üzümüzə. Onlar biraz qaydaya salaq. Arko deməli bu kremindən xoşum gəldi, performansından falanından. Amma yəni ki gündəlik deyirəm. Yəni mənim kimi belə söhbət eləyə belə deyək də vaxt olaraq uzadıb üz qırxmaq əgər düşünürsünüzsə yox. Yəni oturur köpüyü, ona görə çalışın biraz tezləşdirib bu prosesi edəsiniz, üz qırxmağınızı deyirəm. Deməli 2 günlük saqqal əslində planda o idi ki, gündəlik tıraş olunum, amma xəstəlik imkan vermir. Hətta indi də belə deyək, belə biraz özümü naxoş hiss edirəm. Artıq 10 günə yaxındır bu canımdan çəkmir bir sözlə. Bilmirəm səsimdən tuta bilirsiniz ya yox. Amma bir sözlə vəziyyət elə də yaxşı deyil. Ona görə də tıraş da oluna bilmirəm. Belə bilirsiniz, bir istək də yoxdur. Belə dərimə bir nəm nəysə, əllərimi yuyanda belə deyək, ürək bulanma verir. Nəysə. Qripin əlamətləridir. Deməli 2 günlük saqqal, üz qırxanımız deməli dizayn olaraq ondan ötəri belə deyək də bu dığır-dığırdır və s. bu kəsimli yerlər saxlayıblar ki, özü self slickness, yəni özünü sürüşdürən nəysə belə bir model kimi gedir. Tiyəni yerləşdirəndə tiyə deməli kip oturmurdu, yəni o üzə bu üzə oynayırdı. Baxacağam, tıraş necə olunacaq. Xoşuma gəlsə, deməli yəqi də yenə də bu başlığın, amma bu deməli tökmədən hazırlanır başlıq. Sapı yox. Sapı deməli təmiz paslanmayan polad CNC dəzgahda hazırlanır. Başlığı isə tökmədən düzəldilir. Əgər xoşuna gəlsə, yəqi şirkətinin başlığıdır. Hə, onu da deyim. Deməli CNC dəzgahda düzəldilən paslanmayan poladdan da həmin başlığı var. Və üstəgəl bümüşdən də var. Mən bildiyim qədər o da CNC dəzgahda hazırlanır. Davam edirik yoldaşlar. Fırça deməli qılları tökür. Görürsünüz. Hələ yuyanda nə qədər töküldü. Yəni tiyənin və üz qırxanın performansı hələ ki xoşuma gəlir, bir gəldi. Davam edirik. Biri də buradadır. Ha, bu nə qədər tökür. Davam edirik. Xoşuma gəlir performansı, görək. Davam edirik yoldaşlar. Döymə istiqamətdə bir üzümüzü qırxdıq. Aha. Nəyi hiss etdim? Deməli o bir tərəfi daha çox aqressiv qırxır. Bir tərəfi isə o nə deməkdir? Yəni bəlkə də siz səsindən də hiss edə bilərsiniz ki, səs dəyişdi. Qəp deyilən şey yoxdur, yəni tiyə birbaşa deməli oturub aşağıdakı daraq hissəyə, daraq növüdür, üz qırxanda. Deməli, üz qırxanın bir tərəfi daha çox belə deyək, effektivdir və aqressiv hiss olunur. Üzdə o digər tərəfi isə komfortludur və qırxmağı da pis deyil.
Budur, davam edirik yoldaşlar. İkinci pərdə üçün köpüyü çəkək üzümüzə. Buna qədər qılları tökülür. Bu axırıncı dəfədə istifadə edirəm. Yəni çox tökür qılları. Arko krem sabunun da qoxusu xoşuma gəlir. Deməli klassik bu köhnə oy. Ay bu nə qədər salır bu qılları. Karo adlı artıq demişəm bəlkə də videoların hansındasa o 90-cı illərdə Karo krem sabun var idi, istifadə edirdik. Onun qoxusu gəlir. Çox xoşuma gəlir. Qəşəng qoxu var. Davam edirik yoldaşlar, böyümənin əksinə və burada biz biləcəyik necə qırxır bu üz qırxan. Hələ ki elə də pis deyil. Buralara bu keçən dəfəki tıraşdan qalan deyək, yaralardı, canlandı. Telefonu səssizliyə qoyum mən. Səssiz rejimə. Davam edirik yoldaşlar.
Budur məncə kifayətdir. Nə qədər çox mən üzümdə gəzdirdim, o qədər çox belə mikro çapıqlar salınacaq üzümə və ona görə bununla da belə deyək, tıraşımızı yekunlaşdıraq və tez bir zamanda üzümü yaxalayıb qayıdıram yanınıza yoldaşlar. Budur yoldaşlar, davam edirik. Arko Aftershave. Baxa görə video nə yerdə biz çəkir. Budur. Xoşuma gəlir. Mən bildiyim qədər alkoqolu var, amma elə də gözə çarpan deyil. Çox qəşəng qoxusu var, xoşuma gəlir. Bir də çox qəşəngdir. Ən optimal elə bil ki, Aftershave, Arko belə Aftershave'lərdir. Performansı da pis deyil elədir. Yayda lap da belə tez-tez istifadə edə bilər. Çox incə bir qoxu var. Deməli, krem sabundan fərqlənir bu qoxuları. Bu deməli Aftershave ilə krem sabunun. Krem sabuna gəldikdə isə və fırçaya gəldikdə isə kifayət qədər bolcasına bizim belə nə bilim neçə dəfə də qırxmaq olar. Üzümüzü elə də pis alınmayıb. Keçən dəfə daha tez oturmuşdu belə deyək də köpük. Amma bu dəfə pis deyil, yəni qəşəngdir, xoşuma gəldi Arko kremin performansı. Deməli fırça, yəni valla ekonom klassdır, pis deyil elə də performansı. Bircə çoxlu bu qıllarını salır. Yəni bu qədər qıl salmağı mən yəni görməmişəm fırçalarda burada. Belə. Ya mən bu kimi fırçaları o qədər tez-tez istifadə etmirəm deyənə belədir, yəni nədirsə. Çox qıl salır. Bir sözlə budur. Təmiz deməli donuz qıldır. Təmiz donuz qıldır, xoşuma gəldi performansı. Çox yumşaqdır. Tez bir zamanda köpüyü, deməli krem sabunu köpükləndirdi. Yəni performansı çox qəşəng, xoşuma gəldi. Amma bir məqam var, qılları salır. O xoşa gələn bir hal deyil. Bu bizim deməli krem sabun Arko haqqında danışdıq və bizim bu yəqi deməli donuz qılı ilə olan üz qırxanımız. Aftershave çox qəşəng idi. Qoxu fərqlənir. Dediyim kimi incə bir qoxu var. Qəşəng hansısa bir yüngül bir parfümdür. Müxtəlif belə deyək brendlərdə eyni qoxudan var. Yəni dərhal mən yada sala bilmərəm, amma var. Yəni ki, bir neçə brenddə bu qoxu var. Burada da həmçinin xoşuma gəldi, pis deyildi. Performansı falanı yaxşıdır. Üz qırxanımız yoldaşlar, üz qırxan çox qəşəng idi. Görürsünüz, xırda belə nəyisə çıxıntı var idi, onları kəsdi. Burada bir xırda bir nöqtə var.
və boğazda da 1-2 dənə nöqtə saldı. O problem deyil mənə elə gəlir ki, performansı çox qəşəng idi. Deməli burada mənim problemli yerlərimdir. Yəni ki, buranı BBS etməyib, amma yenə də DFS-dən elə bil ki, biraz yüksək kimi bir nəsə əldə etmişik. Qaldı bir boğaz buralarda, yəni qaşımağa dəyməz. Yəni qaşısam qan çıxacaq. Yəni ki, bura bax çox dıqır-dıqırdır. Ona görə 1-2 dəfə yalandan edirəm, oynanda dayandırmıram. Yəni burada nəyisə əldə etmək, yəni heç dəyməz. Ancaq qana bulaşacaq, üstə gəlbələ, köynək nəyisə geyindirəndə daha da çox qıcıqlanır adamın boğazı. Ona görə yəni ki, saxladım. Ümumilikdə belə performansı pis deyil. İndi kimlər bilir, kimdə ki var, artıq bunun deməli paslanmayan poladdan olan başlıq varsa kimdəsə, əgər deyə bilsə ki, hə, bunların performansları eynidir, yəni ki, mən böyük məmnuniyyətlər əldə edərəm. Baxarıq, imkandan baxarıq və side by side bir videoda çəkmək olar, çox maraqlıdır. Mənim xoşuma gələn, belə deyəm, səviyyədə olan üzqırxandır. Yəni çox incitmir, hətta gündəlik tıraşa yar-yar. Bilmirəm, bir həftəlik saqqalı necə qırxacaq, amma 2 günlük saqqalı yəni çox qəşəngdir. Minimum dərəcədə belə deyim, zədə yetirdi. Kifayət qədər komfortlu idi. Yeganə xırda bir məqam o idi ki, tiyə tam ortanı tutmayıb. Bir tərəfi biraz yumşaq qırxan kimi idi, digər tərəfi biraz elə bil ki, daha çox effektiv və aqressivlik hiss olunurdu, tiyə hiss olunurdu. Üzdə amma kritik deyil də, ümumiyyətlə yəni heç bir zərər yetirmədi. Yəni ki, son nəticədə olaraq. Tiyələrin performansı çox xoşuma gəldi yoldaşlar. Yəni qiymətini nəzərə alsaq, yenə də dəqiqləşdirərəm qiyməti. 1 manat dükanında bizdə bu Həzi Aslanov tərəfdə tapdım. Dedim, test üçün götürüm, alım. Çox xoşuma gəldi. Yenə alacağım bir neçə qutu ki, olsun. Çox qəşəng. Bilmirəm, biraz ehtiyat edirəm bunları ikinci dəfə istifadə etməyə, amma performansı qəşəng idi. Çox xoşuma gəldi. Kifayət qədər yumşaq qırxırdı və kifayət qədər də belə deyək, iti idilər. Çox xoşuma gəldi. Belə, məncə bu qədər bu iştirakçılar haqqında. Bu məqamda mən sizinlə sağollaşa bilərəm, yoldaşlar. Yəni bir məqam var ki, bilmirəm, indi siz görəcəksiniz YouTube-da. O ki, mən kameranı dəyişdim, müxtəlif modları bunu test elədim. Deməli, hal-hazırda HD və 50 kadr saniyə, nədir, 20 də qoymaq olur, yoxsa 25, yox, 20, 30, 50, 50 qoymuşam ki, keyfiyyət daha da yaxşı olsun. Amma bir əmma var. Mən bütün videoları, deməli, montaj edirəm. Montaj etdikdə bunun, deməli, bu keyfiyyəti düşür aşağı. Musiqini qoyuram üstünə, sonra nə deyim, yazılar falan. Yəni ki, bilmirəm, ola bilsin ki, hansısa bir, bəlkə testi üçün siz də fərqini deyərsiniz. Yəni, montajsız bir video atacağım. Deməli, ola bilsin ki, məhz bu videonu hələ ataram YouTube-a ki, siz də qiymətləndirəsiniz. Montajla necə görsənir, yəni bu video sıxılmayacaq, heç nə olmayacaq, necə var, hansı keyfiyyətdədirsə, elə də veriləcək YouTube-a, ola bilsin YouTube özü də sıxsın nə qədərsə. Bir sözlə, yəni ki, bir məqam var. Çünki mən hiss edirəm ki, misal üçün o mənim danışığımla əl hərəkəti, dodaq hərəkətləri üst-üstə gəlmir. Üstə gəl biraz sanki bulanıq çıxır, belə deyək, videolar. Yəni ki, o keyfiyyətdə ki, mən misal üçün öz telefonumda görürəm, o yoxdur. Yəni ki, ona görə baxaq, yəni ki, bir sınaqdır, testi edək. Bu videonu misal üçün montajsız yerləşdirərəm. Baxarsınız, qiymətləndirərsiniz. Məncə bu qədər yoldaşlar. Sağ olun, gələn görüşülənədək. Sağ olun.